Urla'da yeni dadlar var. Cedric Fruit sınırı. Hazırsan. Ama Armut. Görüm səni. Nədir? Çörək. Yox. Ən ürək gedir. Yoxsun gedir. Apensin. Yox. Ayda turş. apelsin. Çok kaçındı. 2 dənə yeməlisən. Ay da o iyi tatlıydı. İyi dadlıydı. Evet. Gilas oxşuyur. Yox. Armud. Dişdə də. Öz aramızdı bak. Seçilmir ha. Tatlıdır. Ver Lamiyə. Lamiyə götür onu. Hayır. Niyə belə tərssən? Dalaşmışıq da, küsmüşük də. Nə qədər vaxt keçməsindən köz də elə bil. Nə olacaq ki, yaxınlaşıb desən ki, bağışla, bilmədim, bir daha olmaz. Zəhər yaşayırsan, zəhər dəfə belə oldu. Bağışla deyə bilmirsən, eyb yox, heç olmasa yaxınlaş, qucaqla. Dur, yaxınlaşma mənə. Bax, sən indi dursaydın ayağa, mənə yaxınlaşsaydın, mən səni bağışlayacaqdım. Dur. Ay, dur, gəl, dur, bağışla. Onsuz da küsür qala bilmirik. Əlim çay. Məndə də az yoxdur ya. Dəliyəm ki. Getdi ki. Uşaqları evdə qoyur. İstirahətə gedirik. Sağ ol. Hangindən sonra görüşərik? Gözümə inana bilmərəm. Yol açmışam. Sağ ol. Don't you want me like I want you, baby? Don't you need me like I need you now? See tomorrow, but tonight go crazy. All you gotta do is just meet me at the opposite. Və çoxdandır kombi videosu çəkmirəm. Dəbridən. İndi birlikdə açacağıq. Qətiyyən açmamışam ki, özümə də sürpriz olsun. Sabah bu geyimlərdən birini konsertə, digərini tədbirə, digərini isə hara giyinəcəm? İşə giyinərəm. Gəlin bir baxdığını geyinim, baxaq. İlk geyimim bardo dəsti. İndi sizə detallarını göstərəcəm. Belə bir detal var. Güzel saçımı da yağa bilərəm. Buna baxın. Belə yüksək bir şalvar görümünü çox sevirəm. Çox qəşəngdir. Və üçüncü dəstim. Çox qəşəngdir. Simmetrik belə bir kəsim var. Çox qəşəngdir qızlar. Biraz da foşlanım. Bu qədər. Sağ olun. Heç bilməzdim ərrəmiz belə yaxşı yola gedər. Ay qız şokdayam. Heç mənimlə belə yola getməyəm. Etməmişik kimi yeyib. Mən verəcəm. Mən verəcəm. Öncə heç vaxt. Birinci məndin. Səndən öncə heç vaxt ağlıma gəlməzdi ki,
aşpaz işləyərəm, şəxsi aşpaz işləyərəm və gündə 3 dəfə yemək bişirərəm. Mənə? Həm də səndən öncə fikirləşməzdim ki, Moykadan çıxandan sonra sağ şüşəmi kimsə açacaq, mənə rahat belə baxacağım ki, Eyb yox, həmişə də onu lək eləyirəm. Səndən öncə heç vaxt öz kiloma fikir verməmişəm. Figuramı çox məni narahat etməyibdi. Amma səndən sonra McDonald's-dan zavtırıq edirdim. Zavtırıq McDonald's-dan yeyirdim bəli. Mən də səndən öncə heç vaxt fikirləşməzdim ki, saat 4-də yuxudan durub 35 kilometr yol gedib 5-10 dəqiqə sənə görüb 35 kilometr təzədən qayıdacam. 5 dəqiqə görmək üçün. Səndən öncə heç vaxt fikirləşməzdim ki, bir insanla 7-24 birlikdə olasan, uzun bir müddət 16 il birlikdə olasan və ondan bezməyəsən. Bu dəfə günə Aynur gəlinimlə başlayıram. Onunla tanış olub, sevdiyi, sevmədiyi hər bir şeyi soruşuram. Bəyəndiyi obrazları mənə göstərir. Baza çəkilib, üzü tonlaşdırıram. Köput qaralmış qaşları heç sevmirəm. Qaşları incə vurğulayıb, açıq rəngli zərif tenlər istəyib məndən. Kibri seçimini gördüyünüz kimi birlikdə edirik. Seçimi yan kibrilər oldu. Düzgün seçim idi. Gün boyu ağırlıq etməyəcək onu. Dodaqlarını nemləndirib dodaq korreksiyasına başlayıram. Sevdiyi bir neçə nude tondan onun üçün dodaq boyasını düzəldirəm. Quru konturlamanı bitirib üzü ışıl edirəm. Əlli ona çox yaraşır. Bugün onun günüdür, parıldamalıdır. 2 foto seçimimiz var idi və beləliklə ən çox bəyəndiyimizi seçdik. Seçdiyimiz obraz ömür boyu onun yaddaşında qalacaq. İllər keçsə də heç vaxt dəbdən düşməyəcək. Beləliklə gəlinim hazırdır. Sizin də fikirlərinizi gözləyirəm. Günə gəlinlərimlə başlamışam. Onların arasında çəkilişə icazə verən və icazə verməyənlər var idi. Bu dəfə gəlinimin seçimini sizə belə təqdim etmək istədim. Birlikdə məsləhətləşib işə başladıq. Sevdiyi, sevmədiyi hər bir detalı ondan soruşdum. Üzünü tonlaşdırdım, qaşlarını incə işlədim. Dodaqlarda olan simmetriyanı korreksiya etdim. Dodaq korreksiyasını bitirdikdən sonra kipriklərini hazırladım. Zərif ipək kipriklər seçdim onun üçün. Qaşları çox gözəl idi, incə toxunuşlarla olduğu kimi saxladım. Gördüyünüz kimi gəlini bütünlüklə hər detalını yalnız özüm işləyirəm və beləliklə gəlinimin tam obrazı hazırdır. Oğlan toyunda başqa bir obrazla görüşərik. Nigah gəlinim Layla seçdiyi obrazı mənə göstərdi. Daha gözəlini edəcəyinizə əminəm. Dər rənginin qətiyyən tündləşməsini istəmir. Qaşlarını olduğu kimi sevir. Öz dəsti xəttimlə dodaq korreksiyasını qırmızı dodaq boyasına uyğun edirəm. Düşünürəm ki, ona çox yaraşdı. Tərtəmiz üz korreksiyası, şüşə kimi görüntünü görürsünüz. Elegant saç düzümü, buna yaraşan aksesuar. Geyimin sadə və şık olması. Zövqlü, gözəl nigah obrazı artıq hazırdır. Layla ən özəl gününün bir parçası olmaq çox gözəldir. Sevə-sevə bəzədiyim gəlinlərimdən oldu.